Salam Məntiq və İnformatika kanalının izləyiciləri. Sizlərin istəyinə görə bugünkü dərsimiz qrafiklər olacaq. Grafiklərdə biz bu cür qrafik gördüyümüz zaman bunlarda biz bir dənə düsturu bilməyimizlə testi həll eləməyimiz kifayət edəcək. Bu düstur nədir? Burada gördüyümüz kimi belə bir qrafik verilib və bu qrafikin koordinat oxları biri Y, biri isə X ilə işarələnmişdir. Buna əsasən biz belə bir düstur yaza bilərik. X2 çıxılsın X1, X3 çıxılsın X1 bərabərdir. Y2 çıxılsın Y1, Y3 çıxılsın Y1. Burada X3 və Y3 həmişə burada göstərilən olacaqdır. Yəni burada nə görürsünüzsə, bu X3 ilə Y3-ü göstərir. Yəni bizə X3-ü verir, Y3-ü soruşur. X1 və X2 eyni zamanda Y1 və Y2-ni isə qrafikdən tapacağıq. İlk olaraq verilənlərə baxdığımız zaman yadınızda saxlamağınız ilk olan şey nədir? Əgər xəttimiz, burada gördüyümüz bu xəttimiz Y oxu üzərindən başlayarsa, burada X1 həmişə 0 olacaq. Yox, əgər əksinə X oxu üzərindən başlamış olarsa, bu zaman Y1'imiz həmişə 0 olacaqdır. İndi burada biz X1'imizin 0 olduğunu gördük. Hardan Y xəttinin üzərində hansı nöqtədən başladığını görürüksə, o da Y1'in cavabı olacaq. Yəni Y1'imiz də bərabər olacaq 4-ə. Daha sonra X2'miz və Y2'mizi tapaq. X2 burada bunların ikinci nöqtədə kəsişdikləridir. Bu xətti birləşdiyi hissə. X2'miz olacaq burada 1. Y2'miz olacaq 6. Və bu qədər. Bizim cədvəldən axtarıb tapdıqlarımız bu qədər. X3'ümüzü də verib bizə 50. Y3'ümüz də olacaq sual. Bu gördüklərimizi düstura tətbiq eləməklə cavabı əldə edəcək. X2'miz 1'dir. Çıxırıq 0. Bölürük. X3'ümüz 50'dir. Çıxırıq 0. Bərabərdir. Y2'miz 6'dır. Çıxırıq 4. Y3 çıx 4. Bu zaman olacaq 1 bölünsün 50 bərabərdir. 2 bölünsün Y3 çıxılsın 4. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Y3'ü çıxılsın 4'ü 1'ə vurduğumuz zaman elə Y3 çıxılsın 4 edir. 2'ni də 50'yə vurduğumuz zaman 100 edəcəkdir. Y3'ü də buradan tapdığımızda 104 olacaqdır. Cavabımız burada C variantı olur. Burada gördüyümüz bu testdə isə yenə də həmin düsturu tətbiq etməklə cavabı tapmış olacağıq. İlk olaraq nəyi verdiyini və bizdən nə soruşduğunu öyrənək. Aşağıdakı qrafikdə avtomobilin hərəkətə başladığı andan etibarən zamana görə sərf etdiyi yanacaq qrafiki verilmişdir. Burada biz yanacağı Y ilə qeyd eləyək, zamanı da X ilə qeyd eləyək. Qrafikə görə avtomobil hərəkətə başladıqdan 27 dəqiqə sonra. Yəni burada demək istədiyi X3 bərabərdir 27-yə dəqiqə sonra səndə neçə litr benzin qalar? Y3 bərabərdir sual.
İndi bu qrafikdən biz y1-imizi, x1-imizi, y2-imizi, x2-imizi tapaq. Gördüyümüz kimi buradakı xəttdə də qrafikdə də xəttimiz y xətti üzərindən başlayır. Deməli, burada bizim x1-imiz bərabərdir 0 olacaq. Y1-imiz isə 48 olacaqdır. Daha sonra x2-imiz dedik ki, onların kəsişmə nöqtələri ikincidə. Burada gördüyümüz kəsişmə nöqtəsində x2-imiz 24, y2-imiz isə 32 olacaqdır. Bizə x3-ü 27 vermişdir. Y3-ün neçə olduğunu soruşur. Düstura tətbiq etdiyimiz zaman x2-dən, yəni 24-dən x1-i çıxacaq. x3-dən x1-i çıxacaq, bərabərdir. y2-dən y1-i çıxacaq. y3-dən y1-i çıxacaq. Burada cavab 24 bölü 27 bərabərdir. Mənfi 48-dən 32 çıxdığımız zaman 16, y3 çıxılsın 48. Burada da 24 ilə 27 3-ə ixtisar getdiyi zaman 8 bölünsün 9 alacaq. Mənfi 16, y3 çıxılsın 48. Kənar hədlərin hasılı orta hədlərin hasılına bərabərdir tənasübdən istifadə edərək 8 vurulsun y3 çıxılsın 48 bərabərdir 9 vurulsun mənfi 16. y3 çıxılsın 48 bərabərdir 9 vurulsun mənfi 16 bölünsün 8. Burada 8 ilə 16 ixtisar edir. 9 vurulsun mənfi 2 qalır. Bu da mənfi 18 edir. y3 bərabərdir 48 çıx 18 o da bərabərdir 30. Burada cavabımız D variantı olacaqdır. İndi isə qrafiklərin digər növlərinə nəzər yetirək. İlk olaraq bilməyimiz lazım olan bir şey var ki, bir dairənin tamı dərəcə ilə, yəni bir dairənin ümumi tamı dərəcə ilə 360 dərəcədir. Faizlə 100%dir. Hissə ilə isə 1'dir. Bax, bu 3 qaydanı yadımızda saxladığımız zaman biz dairə ilə olan bütün testləri həll edə bilərik. Gəlin dairə ilə olan testlərə baxaq. Burada bizə 2 dənə qrafik verilib. Biri koordinat oxu üzərində, digəri isə dairənin içərisində və bizdən B-nin neçə dərəcə olduğunu soruşur. İlk olaraq buradan A-nın, B-nin, C-nin və D-nin qiymətlərini tapaq. Burada verilənlər, koordinat oxu üzərində verilənlər rəqəm və qiymətləridir. A bərabərdir. Qrafikdən gördüyümüz kimi 25'dir. B bərabərdir 10. C bərabərdir 40. D bərabərdir 45. Bu rəqəmləri cəmlədiyimiz zaman cavab 120 edir.
120 bu dairənin tamını təşkil elədiyinə görə, dərəcə ilə də bu dairənin tamı 360 dərəcədir. Burada bizdən B-nin dərəcəsini soruşduğuna görə, B-nin qiymətini buradan götürüb, rəqəmin altına yazırıq və onun dərəcəsini axtarırıq. Tənasübdə belə bir qayda var ki, rəqəm rəqəmin altından, dərəcə dərəcənin altından yazılmalıdır. Bu tək rəqəm və dərəcəyə aid deyil, faiz faizin altından, saat saatın altından, işçi işçinin altından bu qayda ilə yazılmalıdır. Və tənasübdə kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Kənar hədlər burada 120 ilə x, orta hədlər isə 360 ilə 10-dur. Deməli, biz burada 120-ni vuracaq x-a bərabər eləyək 360-ı vuracaq 10-a. Buradan x-i tapdığımız zaman 3600 bölünsün 120. Sıfırlar ixtisar getdiyi zaman 360-ı 12-ə böldüyümüzdə 30 düşəcək. Deməli, burada x dərəcə, yəni B-nin x dərəcəsi 30 olacaqdır. Cavabımız Y variantı. Növbəti qrafik testimizə baxdığımız zaman, burada bizə birinci qrafik test və ikinci qrafik test verir və Y-nin hansı olduğunu soruşur. Birincidə biz baxırıq ki, burada A 2-yə bərabərdir. İkincidə 2-yə bərabər olan A-nın qarşılığı olacaq. Burada baxırıq ki, 2-yə bərabər olan burada M-dir. Deməli, burada A bərabər olur M-ə. Daha sonra birincidə 4 olan B-dir. İkincidə 4 olan hansı olduğunu baxdığımız zaman ikincidə 4 olanın heç bir şey olduğunu görürük. Yəni ikincidə 4 yoxdur. Üçüncüdə C 3 olduğunu görürük. Burada 3-ün N olduğunu görürük. Deməli, buradakı C bərabərdir N-ə. Yəni bu qayda ilə biz həll edirik və bizdən burada nəyi soruşursa ona baxırıq. Birinci qrafikimizdə Y-nin 5 olduğunu görürük. İkinci qrafikdə Y-nin 5 olduğu hansıdırsa biz onu götürəcəyik. Burada 5 gəlir P-yə düşür. Deməli, Y burada P olacaqdır. Cavabımız D variantı. Qrafik testimizə baxaq. Burada yenə bizə bir koordinat oxu və dairə verilmişdir. Dairənin içində hər birisi dərəcələrini göstərmişdir. Biz buradan sadəcə Y-nin dərəcəsini görmürük. Bunu tapmaq çox asandır. Çünki digərlərinin dərəcəsi verilmişdir. Ümumi dairənin dərəcəsi də 360 olduğuna görə biz yazarıq 60 A-nın dərəcəsi üstəgəl 60, B-nin dərəcəsi üstəgəl 120, C-nin dərəcəsi üstəgəl 30, D-nin dərəcəsi üstəgəl Y bərabərdir. Ümumi 360 dərəcəyə. 60, 60, 120. 120-nin üstünə gəldikdə 240, 240-ın üstünə 30 gəldikdə 270 üstəgəl Y 360 dərəcə. Y də bərabərdir 90 dərəcə. Y-nin dərəcəsini biz tapdaq, gətirib burada qeyd edək. 90 dərəcə. Daha sonra qrafikə baxaq. Qrafikdə bizə A-nın 90 olduğunu yazaq buradan. A bərabərdir 90. B bərabərdir 90. Bunlar dərəcə deyil, bunlar qiymətdir. C bərabərdir 180. D bərabərdir X və Y bərabərdir Z-ə. Bizdən isə X ilə Y-in cəmini istəyir. Bunun üçün biz buradakı olanların hər birini cəmləyəcəyik. 90
üstə gəl 90, üstə gəl 180, üstə gəl x, üstə gəl z. Buradan da alacaq 90, 90, 180. Üzərinə də 180 gəldiyimiz zaman 360 üstə gəlsin x, üstə gəlsin z alar. Bu aldığımız rəqəm ümumi bu dairədə olan hərflərin rəqəmlərinin cəmidir və bu dairədə olan hərflərin dərəcələri də rəqəmlərinin dərəcələri də 360 dərəcədir. Deməli biz 360 üstə gəlsin x, üstə gəlsin z-i 360 dərəcə götürə bilərik. Bizdə də x, y-in cəmini istəyir. X burada d-ni, y-dəki z-dəki y-ni göstərir. Buradan biz y-ni və d-ni dərəcələrini cəmləyirik. 30-un üstünə 90 gəldiyimiz zaman 120 dərəcə edəcəkdir. Buradan da x üstə gəl z yazacaq. Çünki bizə bu lazımdır. Buradan nə tənasübü həll edirik. Kənar hədlərin hasili yenə dediyimiz kimi orta hədlərin hasilinə bərabərdir. Yazacaq 360 vurulsun x üstə gəlinsin z bərabərdir. 120 vurulsun 360 üstə gəl x üstə gəl z. Buradan 360 dərəcə ilə 120 dərəcə ixtisar gedər 120-yə. Burada 3 qalar. 3'ü də biz mötərizənin içinə vurub açdığımız zaman 3x üstə gəl 3z bərabərdir. 360 üstə gəl x üstə gəl z olar. Buradakı x-in biri ilə buradakı x-in biri getdiyi zaman 2x üstə gəl. Buradakı z-in biri ilə buradakı z-in biri getdiyi zaman 2z bərabərdir 360 olar. Hər tərəfi 2-yə böldüyümüz zaman x üstə gəlsin z bərabərdir 180 olar. Deməli bizim cavabımız B variantı olacaq. Qrafik haqqında bu qədər. Növbəti dərslərimizdə də, yəni bu bizim birinci hissəmiz sayılır qrafiklər haqqında. Bu videolara aid, yəni qrafik dərslərə aid növbəti videoları da çəkmək fikrindəyəm. Əgər videomuzu bəyəndinizsə, bəyən butonuna basmağı unutmayın. Hər hansı suallarınız olarsa dərsimizə aid şərhlərdə yazmağınız kifayət edər. Və kanalımıza abunə olaraq digər dərslərimizdən də xəbərdar olmağınız kifayət edər. Kanalımıza abunə olaraq da bizə dəstək olsanız çox sevinərik. Hələlik növbəti dərslərdə görüşərik.